Zalikə fəzlullah. Deyir, bu Allahın fəzlidir. Yu'tihi mən yəşa, kimə istəsə verər. Vallahu vasi'un alim. Bax, bu ayə. Şiə və sünni kitablarında yazıblar, həm əhl-i sünnət, həm şiə. Deyirlər, bu ayə Əmirul Mümininin barəsində nazil olub. Necə, nə vaxt? O vaxtı ki, Peyğəmbər Xeybərə tərəf hərəkət etdi. Getdilər ora. Xeybər kim idi? Xeybərin əhli, onun tarixi nədir? Peyğəmbər ki, Mədinəyə gəldi Məkkədən, Mədinənin yəhudiləri Peyğəmbərlə mübarizəyə başladılar. Peyğəmbəri qəbul eləmədilər. Başladılar, mübarizə elədilər. Bu mübarizədə onlar qələbə çala bilmədilər. Peyğəmbər qələbə çaldı, bunlar başladılar fəaliyyətə. Elə ki, orada məskunlaşdılar, rahat oldular, havası gözəl, suyu gözəl, məskunlaşdılar, başladılar. Bütün partiyaların hamısını yığdılar. Nə qədər İslamın müxalifi var idi. Şərqidə, qərbidə, şimalda, cənubda hamısını yığdılar, müttəhid elədilər. Gətirdilər Mədinəyə ki, Peyğəmbəri aradan aparsınlar. Bunlar gəldilər. Bir ay dayandılar Mədinənin xəndəqlərinin dalında. Mədinədə xəndəq qazılmışdı, orada var idi. Hər qalanın birinə Xeybər deyirlər. Bu ebri dilindədir. Ebri dilində. Olub Xeybər. Bunlar getdilər, qaldılar orada. Amma iki dənə ehtimal var idi. Peyğəmbər siyasi cəhətdən gördü, iki ehtimal var. Bir ehtimal buydu ki, bunlar qalalar orada, gücləşələr, yenə də təzdən yığalar nə mənə var, bir də gələlər. Məsələn, gedələr bir il, 2 il, özlərin hazırlayalar, təzdən qayıdıb gələlər. Bu ehtimal var idi, bu bir. İkincisi də budur ki, bunlar ki gəliblər, şikəst yeyiblər, qələbə çala bilməyiblər, qayıdiblər, Peyğəmbər bütün şahlara, hakimlərə məktub yazmışdı. Onları İslam'a dəvət etmişdi. Onların bəzisi qəbul etdi, bir əksəri çoxu da onların qəbul etmədi. Ehtimal verirdi Peyğəmbər, bunlar gedələr, o qəbul eləməyən dövlətlər ilə əl-ələ verələr, onlardan da güc alalar, gələlər, hücuma keçələr Mədinəyə, yəni xarici qüvvələri gətirələr. Hal belə idi. Buna görə Peyğəmbər dedi ki, olmaz. Bunlar belə qalalar, bu olmaz. Durdular, getdilər Xeybərə tərəf. Gecələr yol gəlirlər, günüzlər yatırlar, heç kəsində xəbəri yoxdur. Ta yaxınlaşanda çobanlar çöldə gördülər, böyük bir qoşun gəlir. Qorxularından qaçdılar, girdilər Xeybərə. Xeybər o qaladır. Qaçdılar, girdilər ora. Nə olub, dedilər bir dənə, belə qoşun gəlir bir yana. Müsəlmanlar gəldilər, Xeybərin ətrafın aldılar mühasirəyə. Bunlar qaldılar Xeybərin içində. Peyğəmbər ağsaqqalların birini çağırdı, Əmirul Müminin də oradadır. Amma Peyğəmbər ağsaqqalların birini çağırdı, ələmi verdi onun əlinə, dedi ki, sən get görək nə eləyəcəksən. Bu getdi. Heç nə eləyənmədi. Ələm çiynində qayıtdı, gəldi. İkincisini çağırdı Peyğəmbər.
Gene də ələmi verdi ona, dedi, get bu mühasirəyə salmışıq, bir iş görməyə gəlmişik də bura. Bura yeyib yatmağa gəlməmişik ki. Bu ələm bu sən. Səni bunlara rəhbər elədin məsələn. Sən oldun bunlara baş komandir. Buyur indi. Getdi o da onun tayı. Çıxdı gəldi. Gördü ki heç nə yox, mümkündür. Batmaq olmayacaq bunlara. Olub axşam. Həzrət ələmi ondan aldı, buyurdu ki sabahları mən Həzrətin ibarətin Peyğəmbərin ağzından çıxan cümlə budur ki, həm şiə nəql eləyib bunu, həm sünni nəql eləyib. Kitabların hamısında var. Deyir, لَأُعْتِيَنَّ الرَّایَةَ غَدًا رَجُلًا يُحِبُّ اللّٰهَ وَرَسُولَهُ. Sabahları mən bu ələmi verəcəyəm bir nəfərin əlinə, bir kişinin əlinə, rəculən, bir kişinin əlinə verəcəyəm ki, o Allahı sevir, Allah da onu sevir. Və Rəsuləhu, o Peyğəmbəri sevir, Peyğəmbər də onu sevir. Və yuhibbuhullahu və Rəsuluh, Allah Peyğəmbər də onu sevir. Kərrarən qeyrə fərrarin, müharibələrdə həmişə qılıncı bir-birinin dalıcan vırıb və onun qaçmağın heç kəs görməyib. Çün Həzrətin bilirsiniz ki, zirihə ki var idi əynində, onun qabağı var idi, arxası yox idi. Dedilər Əmirül Mömininə, ağa, axı bu zireh ki dəmirdən toxunmuş köynə müharibələrdə giyirlər, oxdaysa, qılıncdaysa əsər eləməsin. Dedilər, axı səndə yoxdur bu arxa. Həzrət buyurdu ki, mənim arxamı düşmən heç vaxt görməyəcək. Ona görə lazım da deyir o. Peyğəmbər buyurdu, La yərci'u hətta yəftəhəllahu əla yədeh. Bu fəth eləyəcək, qələbə çalacaq, ondan sonra qayıdıb gələcək. Ağa, Peyğəmbərin bu sözü həm cəmaati sakit elədi, cəmaatın ürəyi sakit oldu, şad oldular ki, biri gedəcək sabah və qələbə çalıb da qayıdıb gələcək. Həm də hamı nigarandı ki, kimdir o? Hamı nigarandı ki, kimdir? Səhər oldu, Həzrət buyurdu, Əli hardadır? Dedilər, ya Rəsulallah, Əli əleyhissalamın gözləri ağrıyır, çıxa bilmir. Dedi, gedin, çağırın, gəlsin. Getdilər, çağırdılar, gəldi, Həzrət buyurdu ki, nə olub? Dedi, gözlərim belə. Əyləşdi, əllərin çəhdi Əlinin gözünə, Peyğəmbərin möcüzələrindən biri də orada, sahiblər kitablarda. Əllərin çəhdi Həzrətin gözlərinə o saatdan ta Əli dünyasının dəyişinə qədər dahi göz ağrı görmədi. O ondan getdi. Ələmi verdi Əmirül Mömininə. Əli əleyhissalam dedi ki, istədi ki, hərəkət eləyə, dedi, vəzifəm nədir? Mən gedim birbaşa girim müharibəyə, yoxsa başqa vəzifəm var. Peyğəmbər buyurdu, yox. Əvvəl yumuşaq dilinlə İslama dəvət elə. Yumuşaq dilinlə İslama dəvət elə. Əgər gördün, yenə də qədimki kimin düşmançılıqlarında var olar, ondan sonra gir müharibəyə. Hərəkət elədi, gəldi, o qalanın ətrafında dayandı. Qalanın başından Yahudilərin, ruhanilərinin biri oradan çıxdı, baxdı, gördü bir nəfər dayanıb, ələm çiynində, o soruşdu, dedi, kimsən sən? Dedi, mən Əli ibn Əbi Talibəm. O ruhani qayıtdı Yahudilərə dedi, and olsun, Musa gətirən kitaba bu sizə qələbə çalacaq. Çünki bizim
Tevratda və Musa gətirən kitabda bu hadisiyə işarə var. O onlara xəbər vermişdi. Ondan sonra Mərhəbin qardaşı çıxdı. Mərhəbin qardaşı çıxdı. Əmirul müminə hücum eləyəndə Həzrət vurdu düşdü yerə. Mərhəb özü narahat oldu. Mərhəb məşhur diyorların rəhbərləri idi. Hər bir insan, hər bir qoşun onun qabağında dayana bilməzdi. Mərhəb çıxandan sonra Əmirul müminin vəziyyəti bir cür gətirdi, özü içində şiar oxuyurdu. Ənəlləzi səmmətni ummi heydərə. Həzrət oxuya Mərhəbi qutardı. Mərhəb ki öldü, aləm dəydi bir-birinə. Yəni dağıldı olar. Oradaydı ki, o qalanın qapısın 20 nəfər Həzrət onu yerdən çıxartdı əli ilə. 20 metr tulladı o yana. Sonra 20 nəfər onu yerindən götürə bilmirdilər. Əmirul müminin özü bu sözü deyir. Deyir, ma qələ'tuha bi quvvətin bəşəriyyə. Mən bunu bəşər qüdrəti ilə götürməmişəm. Və lakin qələ'tuha bi quvvətin ilahiyyə. Allah gücü ilə mən onu yerindən çıxardıb tullamışam. Bəyə onu tərp etmək olar. Xəbər çatdı Peyğəmbərə. Ya Resulallah, Əmirul müminin həm Mərhəbi öldürdü, həm qalanın qapısını çıxardıb tulluyub və onlar pərən-pərən oldular, dağıldılar çöllərə. Onlarda da heç nə qalmadı. Ali aleyhissalam Fatih qayıtdı gəldi. Peyğəmbər çıxdı qabağına. Həzrətin buyurduğu budur. Qəd bələ'əni nəbəukəl məşkur və səni'ukəl məzkur. Qəd rəziyəllahu ənkə və rəzitu ənə ənkə. Sənin bəyənilmiş xəbərin mənə çatdı. Sənin qəbul olunmuş cihadın mənə çatdı. Allah bugün səndən razıdır və rəzitu ənə ənkə. Mən də səndən razıyam. Oradaydı ki, Cəbrailin səsi gəldi. La fəta illa Ali, la seyfə illa Zülfiqar. Cəbrail orada onu dedi, göylərdən bu nida gəldi aşağı. Həzrət Ali aleyhissalam üzü üstə düşdü torpağın üstünə. Düşdü, möhkəm ağladı. Peyğəmbər buyurdu, niyə ağladın? Dedi, ya Resulallah, narahat olma, şadlığımdan ağladım. Eşittim Allah'ın Peyğəmbəri dedi ki, mən də səndən razıyam, Allah da səndən razıdır. Allah. Bu ayə orada nazil olur. Yuhibbuhum və yuhibbunəh. Bunlar Allah'ı sevirlər, Allah bunları sevir. Əizzətin ələl kafirin. Kafirlərin bərabərində təvazu eləmədi. Muaviyə Səd ibn Vəqqasa dedi. Səd ibn Vəqqas Ömər Sədin atası idi. Dedi, heç eşitməmişəm sənin dilindən Əlinin barəsində bir pis söz, söğüşdən, lənətdən. Nə əcəb? Çünki bilirdi axı o kimdir. Dedi, nə əcəb səndən belə şey eşitməmişəm. Dedi ki, indi bu deyir, kimə deyir? Muaviyə deyir. Dedi ki, ya Muaviyə, mən hər vaxt Əlini görürəm, 3 dənə fəzilət ondan bilirəm, Peyğəmbərdən eşitmişəm. Onlar mənim yadıma düşür,
day dilim gəlmir ona bir şey deyəm. Üçü də birdən yadıma düşür. Nə diyor? Dedi, biri o gün ki, Təbuk müharibəsində Peyğəmbər yerinə adam qoydu Mədinədə, Əlini qoydu, çıxdı müharibəyə. Onda Əli ibn Əbi Talibə dedi, Əntə minni bimənzələti Harunə min Musa. Necə Harun Musanın müavini idi, vəsisi idi, canişini idi, sən də mənə o cürsən. İlla ənəhu la nəbiyyə bə'di. Mənim Musa-la fərqim odur ki, ondan sonra Peyğəmbər gəldi, amma məndən sonra Peyğəmbər gəlməyəcək. Necə Harun Musaya, sən mənə o cürsən. Dedi, Muaviyə, biri budur. İkincisi Xeybərdə eşitdim, Peyğəmbər dedi, verəcəyəm bir nəfərin əlinə. Həm Allahla Peyğəmbər onu sevir, həm o Allahla Peyğəmbəri sevir. Bu iki. Bu da yadıma düşür. Üçüncüsü də budur ki, Nəcran alimləri ilə Peyğəmbər mübahiliyə çıxanda Əli, Fatimə, Həsən, Hüseyn Peyğəmbərin ətrafında gəlirdilər. Peyğəmbər baxdı göğe, dedi, Allahümmə haulai əhli. İlahi, mənim əhl-i beytim bunlardır. Muaviyə, hər vaxt Əlini görürəm, bu üç dənə yadıma düşür, ona görə heç nə deyə bilmirəm. Bilirəm ki, bu kimdir? Nəcaşi qaçdı. Nəcaşi Əli əleyhissalamın ətrafında olanlardan idi, amma bir dənə səhvə yol verdi. Məclislərin birində o zəhərdən bir qədər içdi, indi bilmirəm toyumuş, indi bilmirəm nəymiş, ancaq ki bir neçə qram orada ondan içdi. Həzrəti Əli əleyhissalam çağırdı. Həzrət onu cəzalandırdı. İndi nə vırdı, döydü, neynədi, İslamın qanunu nədir, onu elədi. Həzrət ona acıqlandı, cəzalandırdı. O durdu, day çıxdı, getdi, küstü. Ki, day mənə Həzrət yıxıb, məni inşallah vırdırır, qalmadı orada. Gəldi Muaviyənin evinə. Muaviyə gördü ki, əcəba, Nəcaşi gəlib mənim evimə. Xəbəri yoxdur xəbərdən ki, orada nə olub. Dedi, Nəcaşi, nə əcəb? Bura gəlibsən. Bilir da, Nəcaşi tanıyır da, bu kimdir? Dedi, nə əcəb bura gəlibsən? O bir cümlə söz deyib, o qalıb tarixdə. Muaviyənin cavabında. Dedi ki, Əlinin ədalətindən sənin zülmüyə pənah gətirmişəm. Əlinin ədalətindən qaçmışam, gəlmişəm sənin zülmüyə sığınam. O qaldı tarixdə. Bu Muaviyə idi, o Əli idi. Hamısı tanıyırdılar bir-birlərini. Bir yerdə yaşamışdılar. Bilirdilər bu kimdir. Sudə bir xanımdır. Sudə-i Həmdani. Getdi Muaviyənin yanına. Şikayət elədi. Dedi, Muaviyə, sən qoyan vali bu zülmü elədi mənə. Muaviyə etina eləmədi, baxmadı. Arvad dedi ki, Muaviyə, and olsun Allaha. O zaman ki Əli hakimidir, Əlinin valilərinin birinin yanına getmişdim. Onunla işim vardı, mənə etina eləmədi. Məni qəbul eləmədi, qəbuluna keçənmədim. Dedim, bu Əlinin valisi deyir axı. Əlinin valisi belə olmaz axı.
Gəldim Əmirül Mömininə şikayət elədim. Həzrət biz az araşdırdı, gördü yox, deyəsən düzdür. Onun hökmün yazdı, verdi bu arvada. İşdən çıxartdı. Verdi bu arvada. Dedi, apar ver onun əlinə, gəlsin mənim yanıma. Arvad bunu danışdı. Amma Muaviyyə, sənin valilərin mənə zülm eləyir. Mən sənə danışıram, sən o yana baxırsan. Dalican dedi, Səlləl ilahu əla ruhin təzəmmənəha. O arvadın şeiridir bu. Dedi, Səlləl ilahu əla ruhin təzəmmənəha. Qəbrun fəəsbəhə fihi əl-ədlu mədfuna. Allahın səlamı olsun. O kişiyə ki, Ramazan ayının 21-də dəfn elədilər, ədalət də ondan dəfn oldu. Ədalət də ondan dəfn oldu. İbn-i Əbil-Hədid yaxçı yazır. Yazıb, ma əqulu fi rəculin. Nə deyim Əlinin barəsində, əqərrə ləhu ə'dauhu və xusumuhu bil-fəzl. Düşmənləri onun fəzilətindən danışır. Mən onun barəsində nə deyim? Bir dənə də Cordağın bir sözü var. O da xitab edir dünyaya. Deyir ki, maza əleykə ya dünya. Ləv həşətti quvak. Fəə'teyti fi kulli zəmənin əliyyən biəqlihi və qəlbihi və lisanihi və zifiqareh. Ay dünya, ay zaman, nə olardı sən? Bütün gücü yığardın, hər 100 ildə bir dənə Əli kimin insan gətirərdin dünyaya. Elə o ağılda, o qılıncla, o bəyanda, o fərasatda insan sən gətirərdin dünyaya. Onda dünyanın nə qüssəsi olardı? Elə həqiqətən beləydi. Dost düşman hamısı onun barəsində, xüsusən sahabələr ki bir yerdəydilər. İkinci xəlifənin bir cümləsi var, çox cümləsi var. Biri budur, ikinci xəlifənin. Deyir, ləv ənəs səmavati səbə vəl-əradinə səbə. Əgər 7 dənə göyləri və 7 mərtəbə yeri vuziət fi kəffəti mizanin qoyalar tərəzinin bir gözünə və vuziə imanu Əli ibn Əbi Talib fi kəffəti mizanin, Əlinin də imanın qoyalar tərəzinin o birisi gözünə, lərəccəhə imanu Əli, Əlinin imanı ağır gələr. 7 göy, 7 yeri bir gözünə, Əlinin imanı bir gözünə. Amma birinci xəlifənin sözü çox maraqlıdır Əlinin barəsində. Bununla da mən qutarıram inşallah, bir neçə dəqiqə də əzadarlığımız olsun, Əlidən ad gətirək. Kim yazıb, kim deyib, onlardan keçirəm, nəqli budur. Deyir, ibarət belədir, mən ibarətin özünü oxuyuram. Deyir ki, İltəqa Əbu Bəkr və Əliyyun rəziyallahu anhuma. Əbu Bəkrlə Əli ikisi bir-birinə rastlaşdılar. Rəziyallahu anhuma. Yazır ki, Allah ikisindən də razı olsun. Əhl-i sünnətin hədislərindəndir bu. Deyir, fətəbəssəmə Əbu Bəkr fi vəchə Əliyyin. Bunlar ki, rastlaşdılar, bir-birinə Əbu Bəkr baxdı Əlinin cəmalına, gülümsüdü, təbəssüm etdi. Fəqaləlləh,
Həzrət buyurdu ki, maləkə təbəssəmtə. Nə əcəb, nə oldu, nəyə güldün? Onlar da belə biri-birinə baxanda təbəssüm edir, soruşar ki, nə oldu sən belə təbəssüm etdin? Onun cavabı budur. Deyir, səmi'tun nəbiyyətul. Eşitdim Peyğəmbərdən, özüm qulaqlarımla ki, Peyğəmbər bu sözü dedi. Dedi, la yəcuzu əhədun əs-siratə İlla mən kətəbə ləhu əliyyun əl-cəvaz. Eşitmişəm Peyğəmbərdən. Sirat körpüsündən keçəndə hər kəsə əmirul müminin Əli əleyhissalam civaz, icazə yazıb versə, o oradan keçəcək. Əgər yazmasa, verməsə, o oradan keçməyəcək. Əli əleyhissalama dedi, sənə işim düşəcək. Ona görə gülümsünəyəm üzüyə baxanda. Sənə işim düşəcək, onu Peyğəmbərdən eşitmişəm. Əmirul müminin bir şəxsiyyətdir aləm, İslam aləmində. Bəyan qılınc kimindir? Qılıncı itidir, mərhəbin başın kəsir. İstir danışa, xutbələri qılıncından itidir. İstir yaza, qələm xutbələrindən itidir. İstir ibadət eləyə, gecə yarısı, gedir özündən, gəlirlə Zəhraya deyirlər, Əli xurma bağında öldü. Deyir, ölməyib, gedin yapışın əlindən gətirin. Meydana girəndə arxasın düşmən görmür. Həmun Əli, yetimləri görəndə oturur, onun başına əl çəkir. Gözünün yaşı düşür onun üzünə. Alır qucağına. Qoca arvadlar əlində su aparanda, gücü çatmırdı, alırdı, qoyurdu çiyninə. Evinəcən aparırdı. O da deyirdi, ay cavan, Allah canı sağ eləsin. Bilmirdi ki, kimdir. Buna deyirlər cami-ü şərait. Yəni, hər bir cəhətdən mükəmməldir. İnşallah, qiyamətin günündə onun şəfaəti bizə şamil olsun. Dünya və axirət onun məhəbbəti ürəyimizdən çıxmasın.